Ey insanlar, doğruları bilmek herkes işitmek istemez. Acı bir şeydir. Gel bir sual vereyim size. Dünya medyaları var, devlet kanalları. Hansı devletin kanalı olursa olsun, Amerika'dan tutmuş Rusya'ya kadar. Bir şərhçi, bir politologun orada dediğini işittiniz mi ki dünyada bu geden savaşlar insan azaltması üçün və şəhərləri çöpdürmək, təzə dünya, təzə eyanın yaratmaq üçün elədiyin. Hər kəs nüvə sazişi üçün maraqlar üzərində şərhlər edir, danışır, insanlara bunu çatdırır. Halbuki bu savaşlar olmayacaq, bunu görmürəm deyən çox tanınmış politologlardan bir çoxları da yenə də dövlət medialarında şərhlər edir. Amma bu qədər doğru proqnozları verən, adildən getmir, rahat söhbət. Dünyanın hər bir yerdə mənim kimi bu cür şərhlər verən insanlar olur. Və pilolar olub, Jirinovski kimi insan oldu, götürdü aradan hər nəysə. Bir adam gördü mü ki desin, hansısa bir dövlət kanalında bir şərh eləyən, qısa konkret, bu insan azaltması üçün düşünülmüş savaşlardır deyən. Var mı bu? Var mı elə bir dövlət kanallarından birində söhbət Azərbaycan getmir, bütün dünyanın bir yerində? Varsa göstərin, biz də bilək. Niyə bunu demirlər, yoxsa deyənləri qoymurlar mı? Qalanda özünüz düşünün. Əgər doğru mu deyirəm, səhv mi deyirəm, dünyada gedən proses həqiqətən mən deyən kimi deyilsə, deyirəm ki, deyil. Şərh etdiyi insanlara qulaq asaraq, biz onların şərhləri ilə fikir formalaşdırırıq ki, neftə görə, nələrə görə sübüyə savaşlar gedir. Bütün dünyada gedən proseslər, Amerikada 5 dənə prezidenti tanıyıram dəyişilib, hamı eyni qərarlar getdikcə şişirdərək ölümlərə getirdilər. Əgər bunu bugünə qədər ziyalılar, şərhçilər görmürsə, vay sizin politolog ağıllarınıza ki, ya da ki onu deyənlər qoymursa, vay sizin, bizim hamımızın ağıllı kəslərin, sivillerin canına, hayına. Mənim kimi insanlara lağ eləməklə öz ölümlərimizi yaxınlaşdırdığımızı heç vaxt biz bunu unutmamalıyıq. İspanya qalxıb bütün ayağa deyir ki, dur. Bütün dünya dur ayağa, siviller hamısı, bütün nə qədər millət varsa, bütün dünya, bütün insanlar, siviller ayağa durub bu savaşları durğuzmalıdır. Yoxsa artıq bu bölgə savaş halına gətirir. Bu vaxtacan ölkələr arasındaydı. İndi bölgədə bir çox savaşlar, bölgə savaş, sonra da gəlib çıxacaq həmən o savaş olmayan bütün dünya savaşı. Yəni bunu bütün İngilisdən tutmuş Amerikanlıya qədər işitməlidir. Nə olsun ki, mən bir baxıcı ekstrasens adlandırdığı adam bunu deyir. Bəlkə reallıq yoxdur, yalan deyirəm. Hər özünün aşağını, canını, ailəsini sevən bir kəs bugün gedən gedişatları doğru analiz edib başa düşməlidir. Dünyada konkret insan azaltması üçün proses gedir. Bunu başa düşməməsi üçün gərək onun çiyinlərin üstündə olan baş olmasın. Üzürlü say bu cür ifadəyə görə mən elə düşünürəm. Sağ olun.